Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə Qakurov, Toshiki və Sudoku'dan qəbul imtahanlarında istifadə olunmuş test tapışıqlarının izahına baxacağıq. Keçək Qakurovumuzun izahına. İlk öncə gəlin Qakurovun qaydalarını təkrarlayaq. Qakurovumuzun qaydaları hansı? Baxın, sətr üzrə ardıcıl verilmiş xanalardakı rəqəmlərin cəmi həmin sətrin əvvəlindəki rəngli xananın içərisindəki ədədə bərabərdir. Sütun üzrə də eyni ilə ardıcıl verilmiş xanaların cəmi həmin xanaların yuxarısındakı rəngli üçbucağa bərabərdir. İndi Qakuronu doldurarkən biz hansı rəqəmlərdən istifadə edirik? Baxın, bir rəqəmli ədədlərdən istifadə olunur, birdən 9'a kimi. Yəni, bura 0 aid deyil. Bəs Qakurovda bizə həmişə işıq yolu varmı? Bəli. Baxın, bəzi suallarda sizə bir açar yolu verilir. Misal üçün, baxın bura 17'ni biz hansı iki rəqəmdən ala bilərik? Yalnız 9 və 8'dən. Yəni, bu iki xanadan biri 9'dur, biri 8'dir. Bir də onu qeyd edeyim ki, Qakurovda sətr və sütun üzrə təkrarlanma olmamalıdır. 9 ilə 8 olduğuna görə mən bura heç bir zaman 8 yaza bilmərəm. Onda bu iki xananın cəmi 16 eləyir. Biz avtomatik bura 8 yazmalıyıq. Baxın, burada təkrarlanma olur. Ona görə biz nə edirik buradan? Birinci 9 yazırıq, daha sonra 8. O zaman bunu 16'ya tamamlamaq üçün buraya yazırıq 7. Yaxşı, indi diqqətlə baxın. 24'ü biz hansı 3 dənə rəqəmdən ala bilərik? 9, 8 və 7'nin cəmi 24 edir. Biz 7'ni bura qeyd elədiksə, onda biz bura 8 yaza bilmərik. Çünki bu 8'lər təkrarlanacaq. Deməli, onda orta hissəyə yazmalıyıq 9'u. Bir dənə bura qalır 8. Bəs o zaman burada 12'yə tamamlamaq üçün 8 varsa biz burada 4 yazmalıyıq. Burada 9 ilə 8, 17 ilə 20'yə tamamlamaq üçün 3 yazmalıyıq. Baxın, 4 ilə 3'ün cəmi 7'ni almış olduq. Deməli, cavabımız oldu C variantı. Keçək digər sualımıza. Belə bir sualdır, model sualdır, magistratura üzrə. İlk öncə hardan başlayırıq? Baxın, yenə qaydalarımız həmin qaydalarda təkrarlamaya ehtiyac yoxdur. Yenə burada bizə bir işıq yolu verilibdir. İşıq yolu nədir? Biraz yaxınlaşdıraq. Baxın, 24'ü biz 9, 8 və 7 ala bilərik. Deməli, bu 3 dənə xanaya biz 9, 8, 7 yazmalıyıq. Və 23'ü isə biz ala bilərik yalnız 9, 8, 6'dan. Deməli, bu 3 dənə xanaya 8, 9, 6 yaza bilərik. 9, 8, 6, 6, 8, 9 yaza bilərik. İndi hansını hara yaza bilərik ki, ona baxaq. Biz nə bura 9 yaza bilmərik. Niyə? Baxın, diqqətlə. Bura 9 yazdığımız zaman onda bu iki xananın cəmi 1 olmalıdır. Çünki 9'un üzərinə 1 gələndə 10 almaq üçün. Bu iki xananın da cəmi heç vaxt 1 ola bilməz. 0, 1 yaza bilərik. 0 da biz nə edirik? Yaza bilmirik. Eyni ilə sonuncu sətrə baxsaq. Baxın, bura 9 yazdığımız zaman onda bundan gərək hər biri 1-1 ola. Cəmi 11'ə tamamlamaq üçün. Onda biz 9'u yalnız yaza bilərik orta hissəyə. Yəni, buradakı orta xanaya yazıq 9. Bu 9 həm 24'ə aiddir, həm 23'ə aiddir. İndi bizdə nə qalıb yerdə? 8 ilə 6'nı bu iki dənə xanaya yazmalıyıq. Baxın, biz burada 8 də yaza bilmərik. Onda görə bu iki xananın hər biri 1-1 olsun. Çünki cəmi 10 eləməlidir. Deməli, onu yuxarı hissəyə yalnız yazarıq 6'nı. Burada yazdıq 8. İndi buranı 24 tamamlamaq üçün 9 varsa 8 ilə 7'ni bilmirik hara yazaq. Bilmiriksə nə edirik o zaman? Avtomatik olaraq ya 7, 8 yazıb, ya 8, 7 yazıb yoxlamalıyıq. Və ona uyğun da cavabımızı tapmalıyıq. O zaman nə edək? Gəlin birinci 7, 8'dən başlayaq. Sonra aşağıdakı sətrə baxıram ki, burada 8 var, cəmdə 11 olmalıdır. Biz bura 11'i tamamlamaq üçün bu ikisinin cəmi 3 olmalıdır. 3 olmaq üçün nə etməliyik? Ya 1-2 yazmalıyıq, ya 2-1 yazmalıyıq. 1-2 yazdığımız zaman, baxın bu sütuna. Cəmi 12 olmalıdır ki, onda 2 ilə 8 10 eləyir, bura 1-2 yazırıq.
onda sütun üzrə 2-lər təkrarlanır. Deməli biz bura 1, 2 yox, avtomatik olaraq 2, 1 yazaq. 2, 1 yazdığımız zaman bura 1 ilə 8, 9 edir, onda bura qalır 3. Burada bir dənə 1 yazarıq. Nə sətir üzrə, nə sütun üzrə təkrarlanma olmadı. A-nın da qiyməti oldu 1, 7, 2, yəni 10. Burada cavabımız oldu 2 ilə 8, 10. N-dən L-in cərini soruşur. Deyə bilərsiniz ki, müəllim, niyə bura götürüb siz 7, 8 yazırsınız? Bəlkə 8, 7 yazanda da alınır. Gəlin yoxlayaq. Baxın, bu hissəyə yazıram 8, 7. O zaman aşağıya biz 1 ilə 2 yazmalıyıq, yəni hər bir ehtimalda. 1, 2 yazdığımız zaman 2 ilə 7 elədi 9. Biz buraya yazmalıyıq 3. Onda bura 1 düşür və 1-lər təkrarlanır. Yaxşı, deyə bilərsiniz müəllim, aşağı 1, 2 yox, 2, 1 yazaq. Baxın, buraya 2, 1 yazdıq. 1 ilə 7 elədi 8. Bunu 12-yə tamamlamaq üçün biz buraya yazmalıyıq 4. 4-dən 6, 10 eləyir, onda biz bura 0 yazaq. 0 da yaza bilmirik. Deməli, onda 8, 7 şərti heç bir rəqəm qoyanda alınmadı. Burada 7, 8 olmalı imiş. Keçək başqa bir suala. 2026-cı il magistr qəbul sualına. Baxın, diqqətlə bura. Bu sualda yenə bizə nə verilibdir? İşıq yolları verilibdir. İşıq yolları bir burada var, bir də burada var. Başlıq görək hansından başlayarıq. Burada biz aşağıdan başlasaq 3-ü 1 ilə 2-nin cəmini ala bilərik. Hansına 1, hansına 2 yazaq, gəlin ona baxaq. Baxın, burada 2 olsa, onda 4-ü tamamlamaq üçün burada 2 yazmalıyam ki, yuxarıdakının cəmi 4 eləyir çünki. Deməli, onda bu təkrarlanma olur. Bunu biz aşağıya nə edirik? 1 ilə 2 yazarıq. 1, 2. Bunu yazdıq. Burada avtomatik düşdü 3. Yaxşı, bəs biz 6-nı və bu 6-nı hansı rəqəmlərlə ala bilərik? Bu 6-nı 3, 1, 2-dən ala bilərik. Eyni ilə bu 6-nı da 3, 1, 2-dən ala bilərik. Onda burada 2 verilibsə, mən bu 2 xanaya 3 ilə 1 yazmalıyam. Bura 3 yaza bilmərəm, çünki bu 3-lər təkrarlanacaq. Onda biz avtomatik olaraq bura 1 yazmalıyıq və yuxarıda 3 yazmalıyıq. Onda burada 3, 1 varsa, burada 2 olmalıdır. Bunu da qeyd eləmiş olduq. İndi qalxarıq yuxarıda baxaq görək. Haraya? Baxın, 16-nı biz yalnız 9 və 7 almalıyıq. Bura 9 olsa, bura 7 olsa. Onda bura 4 düşür. 4-dən 2-nin cəmi 6 eləyir, burada yazmalıyıq 1. A-mız da olur 7 ilə 1, 8, üzərinə 3 gələndə 11. Demək olar ki, bütün hərfləri tapdıq. İndi burada bir xırda nüans var. Deyə bilərsiniz ki, müəllim, niyə bura 9 ilə 7 yazdınız? Bəlkə 7 ilə 9-da ödüyüş şərti. Baxın, buradan gəlin birinci qeyd edək, sonra 7-9 şərtinə bir yerdə baxarıq. B-miz oldu 1, O-muz oldu 1, R-miz də oldu 1, A-mız oldu 11, N-miz də oldu 9. Bu heç. İndi baxın, buradan 9-7 şərtini deyirik. Gəlin bu 9-7 şərtinə bir yerdə yenidən baxaq. Baxın, burada 9-7 yazmışıq. İndi 7-9 yazaq. 7-9 yazdığımız zaman burada düşür 6. 6 ilə 2-nin cəmi 8 eləyir axı. Bizdə 7 verilibdir. Görürsünüz ki, 7-9 şərti ödəmədi. Ona görə də 9-7 şərtini qoyub cavabımızı tapmalıyıq. Sualımızın cavabı 1, 1, 1, 1. 1, 1, 1, 3 elədi. Üzərinə də 20 gələndə elədi 23. İndi isə sizə bir dənə belə bir sual qoyuram. 5-ci sual. Həll edirsiniz. Doğru cavabı videonun rəy bölməsinə qeyd edirsiniz. Keçək indi Fito 2-yə. Görə Fito 2-dən hansı qaydalarımız var? Deməli, Fito 2-də qaydalarımızdan sətir və sütun üzrə təkrarlama olmur və eyni zamanda böyükdür, kiçikdir işarələrinə riayət etməliyik. Baxın, sətir və sütun üzrə sayılar eynidirsə, yəni sətirlə sütunların sayı eynidirsə, 4 dənə sütun var, 4 dənə də sətir var. Deməli, biz burada 1, 2, 3, 4 rəqəmlərindən istifadə etməliyik. Burada da onsuz da şərtdə bizə verir. 1, 2, 3, 4-dən istifadə edirik. Yaxşı, bəs heç bir rəqəm verilməyibsə,
bu fotoşiki hardan başlamalıyıq? İlk öncə ya sətr üzrə, ya sütun üzrə ən böyük xananı və yaxud ki, ən kiçik xananı tapmağa çalışın. Ən böyük xanadırsa, deməli biz ən böyük xananın içərisində ən böyük rəqəmi yazmalıyıq, 4. Birinci sətrə baxsaq, ən böyük xana haradır? Baxın, bura ən böyük ola bilməz, çünki hər tərəfindən kiçikdir. Burada ən böyük ola bilməz, çünki sağ tərəfindən kiçikdir. Burada ən böyük ola bilməz, çünki aşağıdan kiçikdir. Deməli, onda ən böyük elə birinci xana olur. Onda buradan da bizdə nə qalıb? 3, 2, 1 yazmalıyıq. Belə bir ardıcılığımız var ki, bu xana böyükdür bu xanadan, bu xana da böyükdür bu xanadan. Onda 3 böyükdür 2-dən, 2 də böyükdür 1-dən yaza bilərik. Yaxşı, baxın, burada 3-dən böyük 4 ola bilər. Bunu da yazdıq. Sonra biz buradan baxsaq, biz buraya 2 yaza bilməliyik. Onda biz 2-ni hara yaza bilərik? Və 2 yalnız nədən böyükdür? Yalnız 1-dən böyükdür. 2 yalnız 1-dən böyükdürsə, onda bizdə qalıb nə? Bura 3-dən 2 yazmalıyıq. Onda 3 də böyükdür 2-dən yaza bilərik. Sonra diqqətlə sətr və sütun üzrə baxarıq. Sütun üzrə baxsaq daha tez taparıq. Çünki birinci sütunda 4-dən 2 var, 3-dən 1 yoxdur. Onda 3 böyükdür 1-dən yaza bilərik. Burada da 1-lə 3 var ikinci sütunumda. 2-lə 4 yoxdur. Burada da 4 böyükdür 2-dən yaza bilərik. Keçelim o zaman 3-cü sütuna baxsaq. 2 ilə 1 var. 3 ilə 4 yoxdur. Onda da burada 4 böyükdür 3 yazarıq. Burada da 3 ilə 4 var, 1 ilə 2 yoxdur. Burada da 2 böyükdür 1 yaza bilərik. Bizə nə deyir? A, B, C-də artılığını düzün. Deməli A'mız oldu 3, B'miz oldu 1, C'miz oldu 4, D'miz də oldu 2. Cavabımız oldu 3, 1, 4, 2. Keçərik ikinci sualımıza. Yenə belə bir bizə fotoşiki var. Fotoşikimizi nə edirik? Yenə 1, 2, 3, 4 ilə doldurmağa çalışırıq. Yenə burada baxıram ki, ən böyük, ən kiçik xananı tapmaqda çətinlik çəkirəm. Yalnız burada belə bir xırda nüans var ki, burada, yəni sonuncu sətirdə bura 1 ola bilməz. Çünki 1 heç nədən böyük deyil. Burada 1 ola bilməz. Çünki 1 heç nədən böyük deyil. Burada 1 ola bilməz. Çünki 1 heç nədən böyük deyil. Burada yuxarıda çıxandan böyük göstərir. 1-i yalnız buraya yaza bilərik. Yaxşı, onda biz 1-i ikinci sətrə, 3-cü sətrimizə baxsaq. 1-i buraya yaza bilməliyik, buraya yaza bilməliyik. 1-i burada yaza bilməliyik, sonra 1-i yalnız buraya yaza bilərik. Aha, onda əlimizdə qalıb 4, 3, 2. Onda burada 4 böyükdür 3-dən, 3 də böyükdür 2-dən artılığını yaza bilərik. İndi diqqətlə baxsaq, biz buraya heç bir zaman 3 yaza bilmərik. Burada 4 də yaza bilmərik bu xanaya. Çünki 4-dən böyük heç nə yoxdur. Onda buraya yalnız düşür 2. Yaxşı, onda biz burada 4 yaza bilmərik. Çünki sütun üzrə burada 4-dən istifadə olunub. Onda buraya yalnız yazarıq 3. Burada olar 4. Bunları belə yazmış olduq. İndi baxarıq məsələn yuxarıda verilmiş sətirlərimizə. Burada 4-dən 1 varsa 2 ilə 3 yoxdur. Mən buram 2 yazdım, buram 3 yazdım, dəqiq bilmirəm. İndi burada 1 ilə 2 varsa 4 ilə 3 yoxdur. Buram 4 yazdım, buram 3 yazdım, yenə dəqiq bilmirik. Yenə bizə buradan bir işıq yolu lazımdır. Baxın, burada 3, 2, 3 var. Biz burada 4-dən 1 yazmalıyıq. Burada 4 yaza bilmərik. Çünki bu xana 4-dən böyük göstərir. Amma 4-dən böyük heç bir rəqəm yoxdur bizdə. Onun üçün buraya yalnız olur 1, burada düşür 4. Sonra baxsaq, burada 3 ilə 4 var, 1 ilə 2 yoxdur. Bura 1 yaza bilməliyik, çünki təkrarlama olacaq. Onda bura 2 olur, bura oldu 1. Deməli olar ki, suallarımızı həll elədik. Onda bizdə birinci sətrimizdə 3 ilə 2 yoxdur. Bura 2 yaza bilməliyik, çünki 2 yazsaq bundan təkrarlanacaq. Onda buraya yazmalıyıq 3. Burada qaldı 2. Onda sütun üzrə baxsaq 3 var, 2 var, 1 var. Burada 4 qalır. 2 var, 1 var, 4 var. Burada 3 qalır. Yine bizə nə deyir? A, B, C-də artılığından düzün. A'mız oldu 3, B'miz oldu 3, C'miz oldu 1, D'miz oldu 1. 33, 11 C variantını almış. İndi isə baxaq belə bir fotoşikiyə. Baxın, bu fotoşiki biraz fərqlidir. Amma qaydalar olaraq eyni qaydalardan istifadə edirik. Fərqlilik haradadır? Sətir və sütunların sayında.
Baxın, 5 dənə sütun var, 4 dənə sətir var. Deməli, biz sətir üzrə xanalara 1, 2, 3, 4, 5 yazmalıyıq. Sütun üzrə isə 1, 2, 3, 4, 5-dən 4-ünü seçib yazmalıyıq. Bunu da verilən şərtlərə uyğun olaraq yazacağıq. Bəs bu fotoşəkildə işıq yolu hardadır? Baxın, işıq yolu burada verilibdir. Biz bu üçüncü sütuna baxsaq, görək 1-i hara yaza bilərik? Bura 1 yaza bilməliyik, bura 1 yaza bilməliyik, bura 1 yaza bilməliyik, bura 1 yaza bilməliyik. Çünki 1 heç bir rəqəmdən böyük deyil. Onu deməli, üçüncü sütuna 1 yazmırıq. 5, 4, 3 yazmalıyıq. Onda 5 böyükdür 4-dən, 4 böyükdür 3-dən, 3 də böyükdür 2-dən yaza bilərik. Buradan da görürəm ki, 2 yalnız 1-dən böyükdür. Bunu yazandan sonra artıq keçirəm sətir və sütun üzrə ən böyük xananı tapmağa. Misal üçün, sətir üzrə ən böyük xana burada ola bilər, burada ola bilər. Bunu dəqiq bilmirik. İkinci sətirə keçə görək, ən böyük hara ola bilər? Ən böyük yalnız bura ola bilər. Çünki bunların hər biri sağ və solundan, yuxarısından, aşağısından kiçikdir bəziləri. Şimdi ən böyük xana buradırsa biz bura 5 yazarıq. 5 heçdən kiçik deyil. Bəs aşağıda 5-i hara yaza bilərik? Bura 5 olmaz. Bura 5 olmaz, bura 5 olmaz. 5-i yalnız yazarıq bura. Burada da ki 5-i qeyd eləmişik. Sonuncu bizim sətrimizdə. Sonra indi keçək, biz burada nə edəcəyik? 1-i tapmağa çalışaq. Görək 1 sətir üzrə hara yaza bilərik? Bura 1 yaza bilmərik. Bura 1 yaza bilmərik. 1-i yalnız bura yaza bilərik. Çünki hər tərəfindən kiçikdir. Ən kiçik xanadır. Onda bu sətirdə bizdə 3, 1, 5 varsa 4-dən 2 yoxdur. Biz burada 4 böyükdür 2 artılığını yaza bilərik. Bəs aşağıdakı sətirdə 1-i hara yaza bilərik? Ən kiçik xana yalnız burada 1-dir. Çünki bunlar biri yuxarıdan böyükdür, bu isə solundan böyükdür. Onda bizdə bu sətir üzrə 5, 4 yazıq ki, 3-dən 2 yoxdur. Onda burada 3 böyükdür 2 artılığını yaza bilərik. Bəs bizdə burada sonuncu sətirdə 1-i hara yaza bilərik? 1 bura olmaz. 1 bura ola bilməz. 1 ya buradır, ya buradır. Burada ola bilmədiyinə görə, çünki burada 1 var. 1 avtomatik olaraq oldu burada. Onda bizdə burada 1, 4, 5 var. Nə yoxdur bizdə? Ya 3 yaza bilərik Y-yə, ya da 2 yaza bilərik. Baxarım, məsələn, sonuncu sütunda 5, 3, 1 var. 2 ilə 4 yoxdur. Baxın, biz bura 2 yaza bilmərik. Onda bunun təkrarlanacaq. Onda bura olur 4. Onda 4-dən böyük yalnız 5 var. Burada yalnız qalır 3. Onda biz bura 3, 2, 1 yazsaq, bura olmalıdır B, ya 4 olmalıdır, ya 5 olmalıdır. Burada 5 var deyən, B olacaq 4. Bizə qalıb Y ilə A-nı yazmaq. Y ilə A-nı yenə 3 ilə 2 yazmalıyıq. Burada 2 olduğuna görə bura 2 yaza bilmərik. Bura olur 3, burada oldu 2. Onda diqqətlə bizdən nəyi soruşur? Deyir, xanalarda verilmiş A, B, C, D və Y hərflərini, həmin hərflərin yerinə yazılmalı ədədlərin artma sırasıyla düzün. Artma sırasıyla düzdüyümüz zaman ən kiçik D-dir. D-dən başlayırıq, sonra Y, sonra A, sonra B, sonra C. Bunlara da kod verib. D-nin kodu 4'dür. Y-nin kodu 5'dir, A-nın kodu 1'dir, B-nin kodu 2'dir, C-nin də kodu 3'dür. Belə bir açıq sualdır. Cavabımız oldu 4, 5, 1, 2, 3. İndi isə keçərik sudokuya. Baxın, sudokunun necə həll edirik? Sudokuda qaydalarımız nədir? Sətir və sütun üzrə təkrarlanma olmur və eyni zamanda qara xətlərlə hüdudlanmış sahələrdə təkrarlanma olmamalıdır. Onda biz hardan başlayarıq? Hansı sətirdə və ya sütunda və ya blokda rəqəm çoxdursa həmin hissədən başlayırıq. Baxın, bu sütuna baxanda 4 var, 5 var, 3 var, 6 var. 1 ilə 2 yoxdur. Biz bura 2 yaza bilmərik. Onda avtomatik 2 bura olur 1. Sonuncu blokumuza baxsaq, üzr istəyirəm. 2, 1, 4, 6 var, 5 ilə 3 yoxdur. Biz bura 5 yaza bilmərik. Çünki burada sətir üzrə 5 var. Onda bura 3 olur, bura olur 5. Bunu da qeyd edirik. Daha sonra baxaq görək. Baxın, bu
Sütunda 2 var, 4 var, 3 var, 5 var. 1 ilə 6 yoxdur. Bura 6 yaza bilmərik. Onda avtomatik bura oldu 1, bura düşdü 6. Burada onda qaldı 3. Bizim sual şərəmiz baxın 1 ola bilməz. 2 ola bilməz, 5 ola bilməz. Ya 3 olmalıdır, ya 4 olmalıdır. Görək hansı olacaq. Bu bloka baxsaq. 1, 2, 3, 4 var, 5 ilə 6 yoxdur. Bura 5 yaza bilmərik, 5 ilə təkrarlanacaq. Onda bura 6 olur, bura olur 5. Onda bu sətrin özünə baxsaq. 5, 2, 1, 6 var. 3 ilə 4 yoxdur. Biz bura heç bir şərt daxilində 4 yaza bilmərik. Onda sütun üzrə təkrarlanma olur. Bura 3 qalır, burada olur 4. Cavabımız olur D variantı. İndi isə baxarıq bu stokumuza. Deməli, stokumuzda həll qaydası necədir? Sətir və sütun üzrə təkrarlanma olmur. Bir də qara xətlərlə hüdudlanmış sahələrdə təkrarlanma olmalıdır. Elə birinci sətirdən başlayaq. 1, 2 var, 3, 4, 5 yoxdur. Baxın, nə bura, nə bura 3 yaza bilmərik. Çünki blokun daxilində 3 var. 3'ü yalnız yazdıq bura. Onda bura 4 ilə 5 yazmalıyıq. Burada 4 olduğuna görə bura 4 yaza bilməliyik. Bura olur 5. Burada oldu 4. Bəs bu sətrə baxsaq, üzr istəyirəm, bu sütuna baxsaq. 3 var, 4 var. Mən blokun daxilinə bəs 4'ü hara yaza bilərəm? Bura 4 yaza bilmirik, bura 4 yaza bilmirik. Çünki sütunumuzda 4 var. Onu 4'ü yalnız yazdıq bura. Bəs eyni ilə bu sütuna baxsaq. 3 var, 4 var. 1, 2, 5 yoxdur. Mən nə bura, nə bura 2 yaza bilmərəm. Çünki blokun daxilində 2 var. Onda 2'ni yalnız yazdıq bura. Artıq birinci xanamızı doldurduq. İndi baxaq görək, bu ikinci sətirdə 4'ü hara yaza bilərik. Bura 4 olsa bundan təkrarlanır. Bura 4 olsa bundan təkrarlanır. Bura 4 olsa bundan təkrarlanır. Onda 4'ü yalnız qaldı bura. Bəs yaxşı ilə həmin blokun daxilinə 3'ü hara yazmalıyam mən? Bura 3 yaza bilmərəm, bura 3 yaza bilmərəm. Yazsam bu 3'dən təkrarlanır. Onda 3 yalnız yazdıq bura. Elə həmin blokun daxilinə üzr istəyirəm, 2 ilə 5 yazmalıyıq. Bura 5 yazsaq bu 5 ilə təkrarlanır. Onda bura 2 olur, bura oldu 5. Deməli, birinci xanamızı doldurmuş olduq. Elə bu blokun daxilinə baxsaq, bizdə nə yox idi? 1 ilə 5. Bura 5 yazsaq, bu 5 ilə təkrarlanır. Onda bura olur 1, bura oldu 5. Deməli, birinci xanamızı artıq doldurmuş olduq. Onda 1 yazaq ki, rahat görək. Keçərik, məsələn, bu sətrə baxarım. Baxın, 3, 4, 5 var. 1 ilə 2 yoxdur. Bura 2 yazsaq, bu 2 ilə təkrarlanır. Onda bura 1 olur, bura olur 2. Baxaq ki, başqa hara nə yaza bilərik? 2, 5, 4 var. 1 ilə 3'ü bu ikisindən hansı birinin olduğunu bilmirik. 1, 4, 3 var. 2 ilə 5 yazmalıyıq bu 2 dənə xanaya. Bura 2 yazsaq, bundan təkrarlanır. Onda bura 5 olur, bura olur 2. Aha, bunu da yazdıq. Bu 2 dənə xanaya 1 ilə 3 yazmalıyıq. Bura 3 yazsaq, bundan təkrarlanır. Onda 3 bura olur, burada oldu 1. Burada bir dənə yalnız qaldı 5, bura yalnız qaldı 3, burada yalnız qaldı 1. Bizdən də A ilə B-nin cəmini soruşur, 5 ilə 1-in cəmi eləyir 6. Keçərək başqa birinə baxaq. Misal üçün, baxarıq bu stokuya. Yeni hardan başlayaq görək. Deməli, bu blokun daxilində bir 2 var. Mən amma həm sətir üzrə, həm bu sətir üzrə, həm bu sətir üzrə bir 2 yazmalıyam. Nə bura, nə bura 2 yaza bilmərəm. Onda 2'ni yalnız yazdıq bura. Bunları 2'ni tapdıq. Bura biz nə yazmalıyıq bəs? 3, 2, 4 varsa 1 ilə 5. Burada 5 olduğuna görə bura 1 yazırıq. Bura olur 5. Baxaq görə başqa nə yaza bilərik? Bu blokun daxilində 3 olduğuna görə mən nə bura, nə bura 3 yaza bilmərəm. Bəs onda bu sətrə mən 3 yazmalıyım axı. Yalnız 3 qaldı buraya. Sonra baxaq görək. Hara nə yaza bilərik? Blokumuzun burada 5, 1, 3, 2, 4 doldurduq. Deməli, burada qaldı 2, 4, 3 varsa 1 ilə 5 yazmalıyıq bura. Burada 1, 5, 2 varsa 3 ilə 4 yazmalıyıq bu 2 dənə xanaya. Bunların yeri hələ məlum deyil.
Gecə görüb başqa nə yaza bilərik? Diqqətlə baxanda burada nəyi görürük? Bax, bu sütuna baxanda 5-lə 1 var. 2, 3, 4 yoxdur. Mən nə bura 2 yaza bilmərəm. Onda bura avtomatik olur 2. Onda 3 ilə 4-ü biz haraya yaza bilərik? Bura 3 yazsaq, bu blokun daxilində 3 olduğuna görə 3 yaza bilmirik. Bura 4 olur, bura olur 3. Onda bu sətirdə 2, 4, 3 var, 1 ilə 5 yoxdur. Bura 1 yazsaq, bu 1 ilə təkrarlanır. Onda bura 5 olur, burada oldu 1. Demək, birinci xanamızı doldurduq. Blokun daxilinə baxsaq, 2, 3, 4 var, 1 ilə 5 yoxdur. Bura 1 yazsaq, bu 1 ilə təkrarlanır. Onda bura olur 1, burada oldu 5. Bunu silək. Sonra baxarıq. Məsələn, bu sətrə baxsaq, 3, 5, 1 var. 2 ilə 4 yoxdur. Bura 2 yazsaq, buna təkrarlanır. Onda bura 4 olur, burada oldu 2. Bu sütunda 1, 2, 5, 3 varsa, bura düşdü 4. Bu sütunda 4, 2, 5 varsa 1 ilə 3 yazmalıyıq. Bura 1 yazsaq, buna təkrarlanır. Ona görə bura 3 olur, bura olur 1. 1, 5, 4 varsa, bu ikisinə 2 ilə 3 yazmalıyıq. Bura 2 yazsaq, bundan təkrarlanacaq. Ona görə aşağı üstə 3 olur, burada oldu 2. Bizdən A ilə B-nin cəmini soruşur. 2 ilə 2-nin cəmi elədir 4. Yəni Y variantı.